Vaxt xeyir olsun dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm yaxşısınız. Uşaqlar, dünənki sonuncu siqnalımız iftar hədiyyəniz idi. 5000-dən gələn demək alışlar 22 dollarla bir gəlir verdi. Möhtəşəm, super bir gəlir verdi. Amma bir iki şey nəzər çatdırmaq istəyirəm. Deməli 6 siqnal qrupundan 1000-dən çox insandan cəmi bir nəfər sual vermişdi ki, harda? Deməli elə ki 22-yə qalxandan sonra indi. Deməli, qiymət bu radələrdə olanda operatorlara yazmışlar ki, biz bəs harada bağlayaq? Deməli, 22 dolları gəlirlə bir nəfər bağlamayıb. Amma diqqətlə baxın, bizim peşəkar deyək, qrupumuzda peşəkar traderlər biz əməliyyat deməli 19.38-ə yazıb ki, əla, kifayət qədər qalxdı, çox təşəkkür edirəm. Bunlar bağladılar, gəlirlə bağladılar. Deməli, 22 dolları gəlir, bir lotdan 2200 dollar edir. Amma az təcrübəsi olan, ümumiyyətlə Forex-dən anlayışı az olan insanlar isə bir nəfər yazmışdı ki, biz harada bağlayaq. Deməli, bu trailing stopu bilmir, stop lossu bilmir, gəliri sığortalamaq bilmir, deyim sizə. Gəlir, məsələn, biz burada stop loss qoymuşuq və gəlir var, bay açmışıq və bunu sığortaladıq burada. Artıq, deməli, stop lossu çəkdik, əməliyyat verin və ya da trailing stopdan istifadə etmək lazımdır. Əzizlərim, deməli, bir-iki nəfəri var, tez-tez suallar verirlər operatorlara, yəni onlar Forex haqqında məlumat toplamaq istəyirlər, yəni kurssuz qabağa düşmək istəyirlər, amma heç də elə deyil, düzgün deyil uşaqlar. Mümkünsə xətrinizə dəyməsin, yəni kurs götürün 1 həftəlik, 2 həftəlik, onsa bu pulu qazanırsınız da. Bəziləri bizim YouTube kanalının siqnallarından istifadə edirlər, mən tanıdığım bir neçə nəfər var, gəlir də, kifayət qədər gəlir də əldə edirlər, amma bir çox sağ olub elə özünə çox bilirlər, heç də o, yəni halal da deyil, düzgün də deyil. Yəni, bizim əziyyətimizlə, zəhmətimizlə verdiyimiz siqnallardan qazanırsansa, heç olmasa bir təşəkkür edə. Bax, gördüyünüz kimi bizdə 5000-də verdiyimiz alışda indi də 11 dolları bir qalxışdır. Bir lotla, uşaqlar, bu, deyək ki, 1100 dollar edir. Bu, aşağı məbləğ deyil. Ən kiçiklə biz əməliyyatlar vermişik, yəni bugün, diqqətlə baxın, ən kiçiklə. Ən kiçik əməliyyatlarla biz, baxın, 18 dollar biz əməliyyatlar vermişik, yəni kiçik hesabı olanlar üçün. Baxın, 18 dollar qazanmışıq, amma yenə əməliyyatlarımız var, gözləyir ki, daha da çox alsın gəlirlər. Yəni, mümkün qədər bu iki nəfərə demək istəyirəm ki, mümkün qədər kurs götürün, buy stop, sell stop, buy limit, sell limit, gəlirə sığortalamaq, bunları öyrənin əzizlərim. Bu sizin üçün yaxşıdır. Məndən sadəcə olaraq operatorların işi deyil, sizə məlumat versin, o kurs keçir sizə pulsuz, onun işi deyil. Yəni, məndən də Telegram siqnal kanalında 6 Telegram 1000-dən çox insan var, məndən də siqnal alıb orada paylaşırlar. Belə əzizlərim, bugün qalxışlar, sürətli qalxışlar gözlənilir, 5070-ə qədər, 5121-ə qədər, 300 dollarlı bir qalxış, 200 dollarlı bir qalxış, 100 dollarlı qalxış, bu da axşama qədər yəqin ki, olacaq. Yəni, alternativ sənədə olmasa da biz artıq 12 dolları bir qalxış uşaqlar. Yəni, bu super nəticədir. Bunu indi bağlamaq da olar. Öpürəm sizə, özünüzə yaxşı baxın.